mən 100% əminəm ki, bu təyyaranın, bu hərbiçilərin 20 nəfərdən çox hərbiçi, 20 nəfər şəhid olması, cavan oğlanlar, yaxşı hərbiçilər, müsəlman balaları şəhid olması ancaq Böyük Britaniyanın əli var. Böyük Britaniya bunu eləməklə istəyir ki, regionda böyük bir bəla qursun, təxribatı. Necə Almanları 2-ci Dünya müharibəsində hazırladılar müharibəyə, axırda gördülər ki, Almanlar onları bombardman edir və başladılar Rusiyaya kömək eləməyə, Churchillin vaxtında və ondan sonra Almanları məhv elədilər. Əslində, Almanları Rusiyanın başına bəlanı İngiltərə elədi. Onlar həmişə, onların sənəti o idi, o ilə məşğuldurlar. İndi də onların başqa işi yoxdur. Və bütün bu 200 il müddətində biz görürük, İranla Rusiya arasında olan bütün bu müharibələr, bütün bu təxribatlar, indiyəcən bütün bu məsələləri hamısı Böyük Britaniya edir. İndi gəlib oturub Bakıda. Ta ki onların ayağı təmizlənməsə, Azərbaycandan, Qafqazdan, Ermənistandan, Gürcüstandan bu bəlalar həmişə belə olacaq. Ayağı təmizlənsə, onların ayaqları təmizlənsə, İranla Rusiya bütün bunları nəzarət altına götürsə o ölkələri, onda bizim başımız sakit olar. Buyur. Zabə bilirsiniz də, bu İngilislər Qafqaza girəndə, ya Türkiyə girəndə iki dənə kələmədən istifadə edirlər. Türkiyədə demokrasiyadan danışarlar, Qafqazda sülhüdən danışarlar. Bu iki kələmə ilə ölkələri işgal edirlər. Amerika tezidi, İngilis tezidi. Bir demokrasiyadan demokrasi deyib həml elərlər, bir də sülhü deyib Qafqazda. Türkiyədə demokrasi deyir. Bilirsiniz də, Türklər geçmiş tarixlərə baxanda, 40-50 il, 60 il, 70 il Türkiyənin geçmişinə baxanda, Türklər bir kərə Osmanlıca olurlar, bir kərə müsəlman olurlar, bir kərə faşist, qurtpərəst olurlar, bir kərə İslamcı olurlar, bir kərə bunlar laik dövlət olurlar, bir kərə Avropaçı olurlar, bir kərə rişələri Moğolistandan olur, bir dəfə işini Daişi Əl-Qaidənin tərəfdarı olurlar, bir dəfə itpərəst olurlar, bir dəfə azadlıq, zənraqlıq tərəfdarı olurlar, bir dəfə ərəbpərəst olurlar, bir dəfə çərşaf, hecabpərəst olurlar. Azərbaycanda eyni bu tez götürür. Bir dəfə Amerika pərəst olur, bir dəfə İngilis pərəst olur, bir dəfə Siyonist pərəst olur, bir dəfə Avropa pərəst olur, bir dəfə Rus pərəst olur, bir dəfə Türk pərəst olur, bir dəfə Heydərist pərəst olur. Bunlar hamısı deyərlər, Atatürk'ün yanında qalmasa, həm xoy olmasa, həm rəng olar. Bu da Azərbaycandır ki, bu günləri siz buyursunuz ki, İngilisin hər yerdə var. Bəli, Qafqaz demək, Azərbaycan demək olar. İşğaldır. Qarabağın azadından sonra, tamam, Azərbaycan torpaqlığı, buna kimsənin şübhəsi yox. Amma bunlar, bu ayrı ölkəni bu qədər yığıb silah-sursat, təslihat, nə bilim, gətir, tankı gətir, topu götür. Azərbaycanın belə çox böyük bir yeridir. Ukraynalar da savaşan qədər də müddəti yoxdur. Ukraynanın arxasında Avropa, Amerika, NATO durmuşdur, bir şey əldə edə bilmədilər. Azərbaycan çox xırda bir yerdir. Bir gün İsraildən oradan bilan silah-sursat daşımaqla, gətirməklə, bir yandan erməklə barışırıq, elçiliyi açılır, konsolosluq açılır, Paşinyanla raket çirir. O yandan da gəlib İsraildən oradan birdən silah alırıq, türklərlə qardaşlıq yapırıq. İstəyirəm deyəm ki, bu Azərbaycanın bu oyunu var, fəqət bu oyunlar millətin başını qatmaqdır. Bizim uçaq gəldi, Türk əskərləri gəldi, getdi. Sən deyirsən, bu xatirət Türk millətinin beynindən keçəcək. Türklər indi burada 100% şübhələnirlər ki, acaba bu uçaq Gəncədən qalxanda bu pilotun içində nə olay olur? 100% bunu araşdıracaqlar. Və əgər belə bir olay olsa, sən hesab elə Türkiyə ilə Azərbaycanın halı nə olacaq? Hə, bunu deyə bilərlər, Azərbaycan deyə bilərlər ki, bunu düşmanlar elədilər. Azərbaycanın əskəri üstündə, Gəncədə, Türklərin olduğu yerdə belə bir silah daşıyırdı da, əgər Azərbaycan İsraildən silah alır, Azərbaycan İsrailin silahlarını gizli Türkiyəyə göndər. Sabah İsraillər deməz mi, sən Azərbaycana deyərsən, biz verdiyimiz silahları bizim Gəncədən dağıdırsan Türkiyəyə, Türkiyənin hava, məsələ, təyyarələri ilə. Onlar da çox şübhə altındırlar, onlar da araşdıracaqlar. Bilirsiniz, gün Türkiyə ilə İsrail hər dəqiqə istər-istəməz savaşacaqlar. Yəni, İsraillə, sən onu bilin, NATO, Amerika, İsraillə Türkiyənin savaşmağı, 100% bu savaşmaq olacaq. Ya Qıbrısda ola biləcək, ya Azərbaycanda ola biləcək, Suriya hududunda ola biləcək, ya da Yunanistan sınırında olacaq.
Odur ki, türklər indiyə kimi bilirlər ki, o tərəfdən çox belə çəmbərə alınırlar. Bu Türk dünyasını qurmaq da, bunların hakimiyyətlərinin ömrünü uzatmaq, Türkiyəyə bedava əskər toplamaqdır. Hədəf Türk dünyasından budur. Bu nə cür bir Türk dünyasıdır ki, oturanda Qırğızla, İstanbullu tərcümanla konuşurlar. Bu nə cür dünyadır ki... Rus dilində konuşurlar. Rus dilində konuşurlar. Rus dili olmasa onlar danışa bilməzlər. Bəli, tərcümanca konuşurlar filan. İstəyirəm deyəm ki, siz buyurursunuz ki, İngilis gəldi bura. Bəli, nə qədər Azərbaycan fikir eləyər ki, ayrı ölkələri gətirib ortaya tökməyə, birinci, qonşularına xəyanət eləməkdir, öz dövlətini təhlükəyə atmaqdır. İkincisi də ki, bu olaylarda üstündə olacaq. Ümid edərəm ki, olmasın, amma əgər olsa ki, Azərbaycan səmtindən bu uçağa müdaxilə olunub, ondan sonra bunların iki dövlətli millət qardaşlar görməklərini onu da görəcəyik. Və bu kötü durum ola bilər və gələcəkdə bəli o qədər seyhunistlər, ingilislər bu işi yarada bilərlər ki, Azərbaycan millətini bir dənə üçüncü boş savaşa götürsünlər. Desinlər, hə, nə bilim, Rusiyanın burada əli var, bunun əli var, bunu deyə bilərlər. Amma arada qalan, çəkişlə atəşin arasında qalan Azərbaycanlar, Azərbaycan zavallı milləti olar.